Salam dəyərli müəllimlər, hər birinizi xoş gördüm. Mən kurikulum üzrə təlimçi Nərmin Əzova. Dəyərli müəllimlər, 28 fevral tarixində Eltar Hazırlıq Mərkəzinin təşkil etdiyi MİQ səviyyəli sualların izahını sizinlə bölüşəcəyim. Dəyərli müəllimlər, vurğulamaq istəyirəm ki, sualların izahını həmin an göndərmədik ki, siz daha ətraflı sualları yaza biləsiniz. Ümid edirəm ki, hər kəsin nəticəsi yaxşı olub. Suallar haqqında fikirlərinizi rəy bölməsində qeyd eləyin və zəhmət olmasa biz sizlərə dəstək oluruqsa, sizlər də bizə dəstək olun. Bəyənin, fikirlərinizi bölüşməyi unutmayın, dəstək olun, paylaşın, rəy yazın. Dəstəyiniz üçün öncədən təşəkkür edirik. Dəyərli müəllimlər, bir də izaha keçid etməmişdən öncə vurğulamaq istəyirəm ki, bu suallar tamamilə MİQ səviyyəli suallar idi. Bəli, sizlər üçün ən çətin və belə deyək də son illərdə MİQ-ə düşmüş suallara, mövzulara əsasən suallar tərtib edilmişdir. Keçək sualımızın izahına. Deyir ki, aşağıda verilmiş situasiyaların hansında şagirdin inkişafı dəstəklənmir? Baxaq görək hansı situasiyada şagirdin inkişafı dəstəklənmir. Diqqətinizə çatdırım ki, bizdən yanlış olanı istəyir. Ümid edirəm ki, ekranı görə bilirsiniz. Bir dənə yaxınlaşdırım, yəni biraz uzaqlaşdırım ki, digər variantları da görmək şansınız olsun. Yanlışı istəyir bizdən. Müəllim şagirdlərin daha effektiv öyrənmələrini təmin etmək üçün əvvəlki bilik bacarıqları müəyyən edir, diferensiallaşdırılmış tapşırıq nümunələri göstərir. Daha sonra şagirdlərə yenidən tapşırıqlarını yerinə yetirməyi tələb edir. Bəli, dəyərli yoldaşlar, doğrudur. Niyə görə? Çünki müəllim köhnə dərslə yeni dərs arasında əlaqə yaradır və hər kəsin diferensiallaşdırılmış tapşırıq nədir? Hər kəsin səviyyəsinə uyğun nümunələr göstərir və dərsi ona uyğun tapşırıqlar verir. Burada nə səhvdir ki? Yəni əsl müasir tipli müəllimdir, doğrudur. Daha sonra deyir ki, B-yə baxırıq. Müəllim dərs zamanı müxtəlif potensiala sahib şagirdlərdən ibarət qrup təşkil edir. Bəli, doğrudur. Hər bir şagirdin hazırlıq səviyyəsində nəzərə alır və ona da uyğun tapşırıqlar müəyyən edir. Bəli, tapşırıqlar eyni ola bilməz. Tapşırıqlar müxtəlif səviyyədə olmalıdır. Burada da elə bir variant görürük. Bu da doğrudur. Müəllim şagirdin ibtidai sinifdə oxuduğunu nəzərə alıb, öyrətmək istədiyi məzmun ilə bağlı bir neçə nümunə tapşırıq üzərində işlənməsini təmin etdikdən sonra ümumiləşdirmələr aparır. Bəli, şagirdlərə tapşırıq verir, uşağın oxuduğunu nəzərə alaraq, səviyyəsini nəzərə alaraq ona uyğun tapşırıq verir. Bəli, doğru yanaşmadır. Müəllim dərs zamanı mövzuya uyğun bir neçə nümunə tapşırıqları təqdim edir. Şagirdlər həmin tapşırıqlar üzərində işlədikdən sonra müəllim ümumi nəticəni özü formalaşdıraraq şagirdlərin öyrənməsini effektiv edir. Xeyr, dəyərli yoldaşlar, niyə görə? Elə yanlış cavabımız məhz D variantı olacaq. Çünki baxın, düşünün ki, sinifinizdə 30 uşaq var və şagirdlərinizə tapşırıqlar vermişsiniz. Şagirdlər tapşırıqları icra edəndən sonra və siz nəticəni, məsəl üçün 5 uşağın səviyyəsinə görə ümumi nəticəni müəyyən edə bilmərsiniz axı. Ümumiyyətlə, ümumi nəticəni müəyyən etmək düzgün deyil. Siz hər uşağın səviyyəsini ayrı-ayrı müəyyən etməlisiniz. Məhz elə buna görə cavabımız səhvdir. Y-yə də baxırıq. Müəllim hər bir şagirdin fəaliyyət və davranış vəziyyətini dəyərləndirmək üçün həmin şagirdlərə dərs keçən digər həmkarları ilə, yəni digər iş yoldaşları ilə, yəni öz müəllim yoldaşları ilə müzakirələr apara bilər. Bəli, çünki uşağın işini düzgün dəyərləndirmək üçün bunu edə bilər. Məsəl üçün, müəllimin görə bilmədiyini başqa bir müəllim görə bilər şagirddə, onun davranışında. Sonra ikinci sualımıza baxırıq. İkinci sualımızın izahı belədir ki, deyir ki, ikinci hökmdə deyir ki, birinci hökm bəzi bitkilərin tozlanmasında həşəratların rolu böyükdür. İkinci hökm, lakin bəzi bitkilər öz-özünə tozlana bilər. Deməli, bitkilər müxtəlif üsullarla tozlanır. İnduktiv. Bəli, induktiv. Niyə? Çünki həqiqətən bitkilərin tozlanma üsulları çoxdur da, düzdürmü? Məsəl üçün, bitkilər yalnız həşəratla deyil, hava vasitəsilə də tozlana bilər. Yağış nəticəsində də bitkilər tozlana bilər. Yalnız həşəratlarla tozlanmır da, düzdürmü? Burada həşəratlarla tozlanma üsuldur.
Yəni bitkinin tozlanma üsuludur, düzdürmü? Axırda da qayda çıxarıblar ki, bitkilər müxtəlif üsullarla tozlanır. Bəli, cavabımız olur induktiv düşünmə. Yəni sanki birinci xüsusi fikirdən ümumi fikrə gəlmək nə deməkdir? İnduktiv düşünmə. Aha. Üçüncü suala baxırıq. Deyir, təkrar emal üçün nəzərdə tutulan tullantılardan hansı məqsədlə istifadə edilir? Verilən tapşırıq biliyin, təfəkkürün və taksonomiyanın mərhələsini istəyir bizdən. Cavab olacaq B variantı. Niyə? Gəlin baxaq. Çünki bax məndən soruşur ki, təkrar emal üçün nəzərdə tutulan tullantılardan hansı məqsədlə istifadə edilir? Məsəl üçün deyə bilərəm ki, tullantı nə ola bilər? Gəlin bir dənə tullantı deyək. Plastik kütlənin məsəl üçün plastik tullantılar, məsəl üçün adi parçadan, yəni köhnə əşyalardan tullantılar nə ola bilər? Məsəl üçün köhnə geyim tullantıları, məsəl üçün köhnə bir əşya tullantıları. Məsəl üçün nə üçün istifadə edilə bilər? Köhnə geyim tullantılarından, köhnə parça tullantılarından müxtəlif formalı geyimlər hazırlana bilər də, düzdürmü? Məsəl üçün, plastik tullantılarından sual verirəm ki, texnologiya dərsində var belə bir şey. Şagirdlərə sual verirəm ki, plastik tullantılardan nə istifadə edə bilər? Uşaq deyə bilər ki, müəllim, qapı düzəldə bilərik, pəncərə düzəldə bilərik, plastik şkaf, nə bilim, qapı, pəncərə və yaxud da ki, plastik adi bir fiqur, əşya, stəkan, qab-qacaq düzəldə bilərik. Mən nə edim? Saydım da, yadıma salıram da, xatırlayıram. Yəni, özümdən nəsə uydurmuram ki, sadəcə faktı deyirəm, düzdürmü? Faktoloji xatırlamaq məntiqi təfəkkür. Yəni sadə bir şeydir. Belə deyək də. Yəni burada sadəcə olan bir şey yadıma salım da, belə deyim. 5-ci sualımız, yox, üzr istəyirəm, 4-cü sualımıza baxırıq, dəyərli müəllimlər. İmtahanda iş üsullarından, baxın, iş üsullarından sizə imtahan düşəcək, sual düşəcək imtahanda. Fərqi yoxdur, həm MİQ müəllimlərinə, həm sertifikasiya ən azı 1-2, yəni minimum və ya elə maksimum suallarınız buradan olacaq. Deməli, baxırıq suallarımıza. Müəllim deyir, şagirdlərin düşüncə bacarıqlarını və perspektivlərini ortaya çıxarmaq üçün onlara provokativ tiplinin mənası, provokativ sözünün mənası belə deyim də, düşündürücü deməkdir. Yəni necə düşündürücü? Yəni bir çox cavabı olan tipli suallardır, aydındır. Deyir ki, sual ünvanlayır. Hələ də deyir, cəmiyyətdə erkən nikahlar baş verir. Bax, düşünün ki, müəllim dərsə təzə başlayacaq və uşaqlara sual verir ki, hələ də deyir, cəmiyyətdə erkən nikahlar baş verir. Bu səbəbdən gənc qızlar təhsildən kənarlaşdırılır. Ailədə bunun deyir, səbəbini nədə görürsünüz? Və bu zaman uşaqlar nə edəcək? Başlayacaq həll yolları təklif etməyə. Hətta müəllim sual verir ki, hansı yollar təklif edə bilərsiniz? Şagirdlərdən hər biri şəxsi ifadə tərzlərini. Dəyərli yoldaşlar, şəxsi ifadə tərzi bilirsiniz nə deməkdir? Yəni, hər kəs şəxsi, belə deyək də, fikir ortaya qoyacaq, aydındır, şəxsi fikir söyləyəcək. Beyin həmləsi, bəli, beyin həmləsi. Niyə? Çünki, bax, beyin həmləsinin tətbiqi belədir ki, dəyərli yoldaşlar, müəllim mövzunu başladır və uşaqlara deyir ki, ağlınıza gələn həll yollarını deyin də, problemi qoyur ortaya. Problem real həyatı bir problem olmalıdır. Məsəl üçün erkən nikahın olmasın. Məsəl üçün problem qoyaq ki, uşaqlar məsəl üçün hələ də bəzi ölkələr arasında məsəl üçün müharibə baş verir və onun nəticəsində saysız hesabsız məsum uşaqlar ölür. Yəni bunun üçün hansı yollar, bu siyasi baxımından hansı yollar təklif edə bilərsiniz? Belə beyin həmləsidir. Ağlıma gələn şəxsi perspektiv, şəxsi istiqamət fikirlər səsləndirmək, bu artıq olur beyin həmləsi. Belə. Beyin həmləsi. Keçid eləyirik 5-ci sualımıza, situasiya sualıdır. Baxın, dəyərli yoldaşlar, mən biraz ekranı yaxınlaşdırım ki, uzaqdan düşməsin. Hər bir sualların cavabını sizlərə göstərəcəm, narahat olmayın. Dəyərli müəllimlər, diqqətli olun, situasiya sualları ümumiyyətlə çox düşəcək. Xəbəriniz olsun ki,
həm MİQ, həm sertifikasiya ilə, həm də peşə istiqamətində hazırlaşan, 3 istiqamətdə hazırlaşan müəllimlər artıq ümumiyyətlə bilin ki, xəbəriniz olsun ki, situasiya sualları düşür. Hansısa müəllim sizə ancaq faktiki suallar işlədirsə, qaydaya əsaslanan bir şeyləri işlədirsə, bilin ki, elə bir şey yoxdur. Sadəcə siz qaydaları situasiyada tapacaqsınız. Yəni ancaq siz imtahanda bu cür suallarla qarşılaşacaqsınız. Yəni bunu mən özüm yazdığım üçün demirəm. Yəni illərdir ki, belə deyək də, bu işlə məşğulam və hər ildə təcrübələrimə əsaslanaraq, dayanaraq deyirəm ki, özüm də imtahanda bir iştirak eləmiş müəllim kimi bunu sizə səsləndirirəm. Hətta təlimçi yox, bir müəllim kimi səsləndirirəm ki, yəni imtahanda bu cür suallar düşəcək və çalışın ki, bu tip sualları çox işləyəsiniz. Deyir ki, müəllim şagirdləri 3 qrupa bölür. Hər qrupa eyni hekayə, yəni eyni hekayə verə bilər. Müdavimlər o saatda gedirlər, eyni hekayə olduğuna görə səhv tapırlar ki, eyni üsul, eyni mövzu vermək olmaz. Mövzu eyni olmalıdır, əsas tapşırıq fərqli olsun. Mətnlə bağlı fərqli tapşırıqlar verir. Bəli, yanlış heç nə eləmir. Müəllim şagirdlərə bildirir ki, qruplardan biri hekayəni oxumalıdır və əsas ideyanı müəyyən etməlidir. İkinci qrupda biri hekayəni oxuyacaq. Gəlin fikrimizi düzgün ümumiləşdirək. Biri hekayəni oxumalıdır. Düzdürmü? Birinci qrup ideyanı müəyyən eləməlidir. Ortada ideya var. Düzdürmü? O birisi ikinci qrup nə etməlidir? Hekayəni özü yenidən yazacaq, yenidən yazmalıdır da hekayəni təzədən. Üçüncü nə etməlidir? Üçüncü də afişa hazırlamalıdır, düzdürmü? İndi deyir ki, fəaliyyət zamanı müəllim qrupları monitorinq eləyir. Yəni uşaqları da davamlı müşahidə edərək onların da işinə uyğun rəy bildirir. Deyir ki, aşağıda verilmiş fikirlərdən hansı situasiyaya uyğun gəlməz? Baxın, dəyərli yoldaşlar, bizdən nə istəyir? Uyğun gəlməyəni. Yəni biz nəyi tapacağıq biz burada? Yanlış fikri tapacağıq. Aydındır, yanlış olan yanaşmanı tapacağıq. İndi gəlin görək yanlış olan yanaşma hansıdır? Deyir ki, müəllim şagirdlərə tapşırıq verməklə bərabər onların bu işi doğru yerinə yetirməsi üçün formativ qiymətləndirmədən istifadə edir. Bəli, rəy verir. Rəy formativ qiymətləndirmədə var. İşi belə deyək də izləyir, sanki müşahidə eləyir. Bəli, monitorinq eləyir. Axı situasiyada bunun adı çəkilib. Bəli, bu uyğundur, götürməyəcəyik. Şagirdlərə verilmiş bəzi tapşırıqlar onlarda yuxarı təfəkkür səviyyəsini, bəli, həmin o tapşırıqlar həqiqətən də məhz elə yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Oxumalıdır, ideyanı müəyyən eləməlidir, afişa hazırlamalıdır. Yəni bu daha üst səviyyəlidir də, yuxarıdır. C variantında deyir ki, sinifdə prosesin bir formada təşkil edilməsi şagirdlərdə sosial bacarıqların bu formada, daha doğrusu formalaşmasına müsbət təsir edəcək. Bir halda ki, orada qrup işi varsa, sosial bacarıqlar mütləq ki, orada öz əksini tapacaq. C variantımız da doğrudur. Amma D variantımız niyə görə səhvdir? Metakognitiv bacarıqlarla bağlı mən burada heç nə görmürəm. Niyə? Metakognitiv nədir? İnsanın özünü müşahidə eləməsi, fərdi olaraq insanın zəif güclü tərəflərini, öz-özünü görməsi, gələcəklə bağlı plan qurması, situasiyada belə bir məqam gördük, yox. Ona görə də bu buna uyğun gəlmədiyi üçün cavabımız olur D variantı. Yenə E-yə də baxaq. Deyir, şagirdlərə verilmiş tapşırıq onlarda həm savad, yəni akademik savad deməkdir də, xəbəriniz olsun, bilirsiniz, həm də sosial-emosional inkişafı dəstəkləyir. Bəli, çünki sosiallaşmaq var orada, qrup işi var. Yəni həm uşaq qrup daxilində savad qazanacaq, həm sosial bacarıqlar. Bu belə. Keçirik 13-cü sualımıza. Deyir ki, müəllim, xatırlatma edim ki, yenilənmiş çərçivə sənədinə uyğun bir sualdır. Belə deyək də, yenilənmiş, belə deyək, mövzuya uyğundur. Müəllim Murada tapşırıq verir ki, ekskursiyaya getmək üçün ayrılmış müəyyən büdcə ilə, yəni müəyyən bir büdcəmiz var, məsəl üçün olsun 100 manatımız var. Həmin bu büdcə ilə elə deyir plan hazırla ki, yəni elə iş qur ki, yəni həm nəqliyyat, yəni məsəl üçün həm yol pulunu nəzərdə saxla, həm biz qidalanacağıq, ona uyğun pul qur. Yəni eyni zamanda da elə ki, bütün uşaqlar burada iştirak eləsin də. Məsəl üçün sən elə eləməlisən ki, bu 100 manatla həm
qidalanmanı nəzərə almalısan, həm də yol pulunu nəzərə almalısan. Həmçində elə etməlisən ki, uşaqların hər biri geri qalmasın da, yəni orada tam formada iştirak eləsin. Murad vaxt, resurs və büdcə kimi real məhdudiyyəti nəzərə alaraq bir neçə variant fikirləşir və ən uyğun olanı seçir. Deməli, burada cavabımız olur praktik təfəkkür. Niyə? Çünki praktik təfəkkür nə deməkdir? Hətta mən praktik təfəkkürlə bağlı mənim ödənişsiz izahlarım da var və hətta PDF-lər də atmışdım öz ödənişsiz qrupuma. Çünki niyə görə? Praktik təfəkkür odur ki, yəni sən praktik nəzəri biliklərini, bax qulaq as, praktik təfəkkür odur ki, nəzəri biliklərini realda praktikaya çevirəsən. Yəni sən bu işi təcrübəyə çevirəsən. Yəni sən burada təcrübən olmalıdır. Məsəl üçün sənin 100 manatın var, düzdürmü? Yəni elə eləməlisən ki, yəni hər şeyi nəzərə almalısan da. Yəni həqiqətən praktiki təfəkkür, yəni müəyyən vaxtı, müəyyən məsəl üçün resursu, imkanlarını nəzərə alaraq, yəni heç nədən geri qalmadan hər işi yoluna qoymaq kimi bir şeydir də, yəni. Pilusdakı burada yol seçmək var. Yəni sən o yolu seçib ən uyğun yol tapmalısan. Yəni yolların içindən ən uyğun variant bir dənə yolu seçməlisən problemin həlli üçün. Onun üçün də cavabımız olur məhz elə B bəndi. Keçid edirəm 7-ci sualımızın izahına. Bəli, deyir ki, aşağıda verilmiş fikirlər arasında hansı üsula aid xüsusiyyət yoxdur? Məlumatınız olsun ki, diqqətinizə çatdırmaq istəyirəm ki, keçən illərim sertifikasiyada da və MİQə-də də bu tip suallar düşmüşdü. Hətta xüsusiyyətləri vermişdi və sən burada onları uyğunlaşdırmalısan. Hansı cavab yoxdursa, hansının cavabı yoxdursa, yəni sən onu tapmalısan. Bizdən deyir ki, hansı üsula aid xüsusiyyət yoxdur? Qeyd etmə sistemindən istifadə edib, xatırlatma edirəm ki, qeyd etmə işarə sistemi insert metodunda var. Ona görə B-nin üstündən xətt çəkəcəm. Sonra deyir, sualların bölüşülməsi, geniş sinif müzakirəsi, mövzuların təkrarı, hətta özümdən əlavə edirəm, refleksiya şərait yaradır 3-2-1. Necə idi 3-2-1-in tətbiqi? Gəlin onu da xatırlatma edim. Məsəl üçün, müəllim mövzunun sonlarına doğru şagirdlərə vərəq verir. Deyir, orada öyrəndiyin 3 məsələni, bugün sənə nə maraqlı gəldi məsələ mövzuda onu yaz və hələ də öyrənə bilmədiyin bir məsələni qeyd et. Xəbəriniz olsun, üsulun tətbiqi belədir. Sonra deyir ki, şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir. Müzakirə metodudur deyirsə, bu sinektikadır. Bunun da üstdən xətt çəkirik. Bu metod problemdə və fərqli istiqamətdə sual texnikası 4N1KH. Cavabımız, yəni bu da var, sual texnikasıdır. 4N1KH. Deməli, ona görə də sinqveyinə aid fikir görmədim mən burada. Sonra 8-ci sualımıza baxırıq. 8-ci sualımızda nə deyir? Deyir, müəllim fəaliyyəti müşahidə edərkən görür ki, şagirdlər problem həll etmə ilə bağlı tapşırıqları yerinə yetirərkən məsələnin müxtəlif baxış bucağı çərçivəsindən qiymətləndirməkdə çətinlik çəkir və məhz bu səbəbdən o saatı yaradıcı təfəkkür yadınıza gəlməsin. Qiymətləndirə bilmir. Bax, problem buradan başlayır. Şagird məsələni qiymətləndirə bilmir. Yəni ortada bir problem var. Uşaq məsələni qiymətləndirməkdə çətinlik çəkir. Məhz bu səbəbdən problemi də həll edə bilmir. Niyə? Çünki bax, bəzən müdavimlər problemin həllini görüb o saatı yaradıcı tapırlar. Müəllimlər burada bizə demir ki, problemin həlli üçün uşaq yol axtara bilmir, deyək ki, yaradıcı bacarığı zəifdir. Burada uşağın nədir problemi? Məsələni qiymətləndirə bilmir. Yəni, məsələni tənqid eləyə bilmir də, düzdürmü? Bax, tənqidi təfəkkürü görə bilərik biz burada. Tənqidi təfəkkür. Baxın, dəyərli yoldaşlar, sizə bir dənə yaxşılıq üçün bir dənə məlumat verim ki, siz nəzəri hissələri öyrənməsəz, situasiyalarda onu ayırd eləyə bilmərsiniz. Bəzən müdavimlərin əksəriyyət əfsuslar olsun ki, elə başa düşür ki, bizim üçün nəzəriyyə önəmli deyil. Əsas belə bu tip situasiyaları yazaq. Yaza bilməyəcəksiniz. Siz bu kökü bilməsəz, situasiyanı gedib yaza bilməyəsiniz. Pilusda bəzi müdavim tayfası da elə başa düşür ki, əksəriyyəti, yəni çox yanlış yoldasınız həqiqətən. Elə düşünməyin, elə düşünənlər varsa. Elə başa düşürlər ki, məsələn,
Məsəl üçün biz ancaq belə deyək də nəzəriyyəni üzr istəyirəm. Nəzəriyyəni öyrənməliyik, məsəl üçün. Ancaq gedib nəzəriyyəni öyrənməliyiksə, tutalım, bu gün tənqidi təfəkkürü öyrəndiksə, aşağıda situasiya qoymalıdır, biz tənqidini tapmalıyıq. Xeyr, tənqidini sən bu tip situasiyalarda tapacaqsan. Yəni, bu 2-3 ildir ki, yəni mən 3-4 ildir ki, görürəm ki, bu tip həmişə suallar olur da, yəni imtahanda. Əvvəlləri asan variantlar var idi, asan tipli idi, amma indi əksər suallar bu formadadır. Burada uşaq neyinir? Məsələni düzgün qiymətləndirə bilmir. Yəni, bir növ məsələni tənqid eləyə bilmir, məsələyə dəyər verə bilmir. Ona görə də problemi, daha doğrusu hadisəni dəyərləndirə bilmədiyi üçün həll eləyə də bilmir. Yəni, burada problem həll yolu tapmaqda deyil. Məsələni düzgün dəyərləndirə bilmirsə, gəlin görək nə deyir? Deyir, şagirdlərin arqument gətirmə, fikir əsaslandırma bacarığı zəifdir. Buna görə də müəllim şagirdin fikirlərini müxtəlif situasiyalarda əsaslandırmağa yönəltmək üçün faktlar və əsaslı sübutlar təqdim etməlidir. Hələ ki, bunu saxlayıram və sual işarəsi qoyuram. Müdavimlər daha çox məncə bu A variantında çaşa bilərlər. Digərlərinə də baxaq. Şagirdlərin səbəb-nəticə əlaqə qurması. Burada söhbət səbəb-nəticə əlaqəsindən getmir. Burada söhbət B məntiqini formalaşdırır. Uşağın tənqiddədir problemi. Götürmürəm. Deyir, şagirdlərin tənqidi təfəkkürünü inkişafına ehtiyac var. Bu səbəbdən müəllim problemi şagirdlərin dəyərləndirə biləcəkləri real həyati situasiyalarla, bəli, cavabımız elə C variantıdır. Niyə? Çünki müəllimlər, baxın, A ilə C bir-birinə bənzəsə də, amma aralarında fərq var. Şagirdlərin arqument gətirmə, fikir əsaslandırma bacarığı zəifdir. Arqument gətirmə, fikir əsaslandırma. Çünki deyir, axı, məsələni uşaq qiymətləndirə bilmir. Yəni, məsələni dəyərləndirə bilmir. Buna görə də müəllim şagirdlərin fikirlərini müxtəlif situasiyalarda əsaslandırmağa yönəltmək üçün fakt, sübut gətirməlidir. Baxın, müəllimlər, fakt, sübut gətirməklə nə dəyişəcək ki? Uşağın problemi fakt gətirmək, sübut gətirməkdə deyil ki, demək axı situasiyada uşaq fakt toplaya bilmir, məlumat toplaya bilmir. Yəni, biz bunu görmürük axı situasiyada. Elə olsaydı, A götürə bilərdi. Yəni, problemin çözümü deyil axı bu. Problemin çözümü C variantındadır ki, bax, həqiqətən uşağın tənqidi görürsünüz, C A-ya nisbətən daha dolğundur. Yadınızda saxlayın, həmişə bu tip sualları yazanda ən çox daha belə geniş, daha dolğun açıqlaması verilmiş variant hansıdırsa, onu götürün həmişə. Bax, deyir, tənqidi təfəkkürün inkişafına ehtiyac var. Bəli, həqiqətən tənqidi təfəkkürü zəifdir. Çünki məsələləri düzgün dəyərləndirə bilmir. Bu səbəbdən müəllim problemi şagirdlərin dəyərləndirə biləcəkləri, yəni müəllim real həyatdan uşağa nümunələr, situasiyalar, hadisələr gətirməlidir ki, və uşaq da ona baxıb fikirlərini dəyərləndirə bilsin. Çünki uşağın problemi elə oradaydı ki, həqiqətən də uşaq real həyatı hadisələri, ümumiyyətlə məsələləri baxış bucağı nə deməkdir? Yəni, öz gördüyü tərəfdən dəyərləndirə bilmirdi. Cavabımız olur C variantı. 9-cu suala baxırıq. Problem əsaslı, layihə əsaslı öyrənmə haqqındadır. Deyir ki, müəllim sinifdə şagirdlərin demokratik həyat dərk etmələri üçün layihə planlaşdırıb. Bir dəqiqə sualı daha ətraflı baxaq. Bir dənə yaxınlaşdırım ki, rahat oxuya biləsiniz. Deyir ki, müəllim sinifdə şagirdlərin demokratik həyatı dərk etmələri üçün bir dənə layihə planlaşdırıb və şagirdlərin məktəb mühitində nümunəvi demokratik davranışı nümayiş etdirməyə təşviq etmişdir. O şagirdlərin həyatda qarşılaşa biləcəkləri problemləri əlavə edib bunun əsasında şagirdlərə tapşırıq verir ki, gedin tapşırığın icrası ilə bağlı olan qiymətləndirəcəyini bildirir. Baxın, burada dəyərli müəllimlər, cavabımız nədir? Problem əsaslı. Çünki niyə? Ortada bir real problem var. Baxın, siz ola bilər bunu gedib layihə əsaslı götürə bilərsiniz. Bəzi müdavimlər bunu götürə bilər. Yox. Ortada real bir problem var. Demokratik həyatı dərk etmək üçün layihə. Layihə sözünü görüb layihəyə qaçmayın. Yəni, layihə istənilən bir yerdə tapşırıq olaraq biz bunu görə bilərik. Yəni, ortada bir problem var. Həyatda qarşılaşa biləcəkləri bir dənə problem var.
Düzdürmü? Uşaq da onu tapşıracaq və deyir ki, uşaq da onu yerinə yetirəcək. Hətta müəllim burada deyir ki, tapşırığın icrasına bağlı olan proses zamanı onları, yəni deyir ki, siz iş görəndə də mən də sizin işinizi qiymətləndirəcəyəm. Yəni o proses nədir? Gedişat zamanı işinizi qiymətləndirəcəyəm. Yəni uşaq problem həll eləyir. Ona görə cavabımız A variantı olur 9-da. 10-cu sualımıza baxırıq. Yenə belə bir situasiya var. Bilirəm situasiyalardan bezirsiniz, amma qısa konkret izah edəcəm. Deyir, müəllim şagirdlərə su təminatının bərpası mövzusunda tədqiqat işi tapşırır. Yəni tədqiqat nə idi? Araşdırma işi verir də, düzdürmü? Şagirdlərdən istifadə edəcəkləri, deməli, məlumat mənbələri seçmək, prosesin hansı ardıcılıqla yerinə yetirəcəyini planlaşdırmaq, vaxt bölgüsünü müəyyən etmək və araşdırmanın məqsədə uyğunluğunu müəyyən etmək tələb edir. Deməli, müəllim uşaqlardan nəyi tələb eləyir? Deyir ki, gedəsən, sən mənbə seçəsən, araşdırma var axı burada. Araşdırma üçün mənbə seçmək, işi hansı ardıcılıqla görəsən, plan qur, vaxt bölgüsü elə, yəni buna uyğun işini qur da, yəni bunu tələb eləyir. Fəaliyyətin icrasında fərman. Qeydiyyat aparmadan internetdən məlumat axtarmağa başlar. Yəni fərman nə edir? Müəllimin dediklərini eləmir. Nə vaxt bölgüsü eləyir, nə plan qurur. Elə birbaşa dirək türklər demiş işə daxil olur. Qeydiyyat aparmadan internetdən məlumat axtarmağa başlayır. Əslində səhvdir də. Birinci bu uşaq plan qurmalıdır, mənbə tapmalıdır ki, sonra o mənbədən gedib məlumat əldə eləsin də, düzdürmü? Bəlkə təxmini seçdiyim mənbə səhvdir, bəlkə orada doğru məlumatlar əldə eləməyəcəm. O tapşırığı neçə saata bitirəcəyini, hansı mənbədən istifadə edəcəyini, yəni mövcud biliklərdən necə dəstək alacağını müəyyənləşdirmir. Yəni baxmır da, elə Allah verdiyi kimi təsadüfi formada gedir, işi araşdırır da, belə deyək. Sonra deyir ki, mövcud olan bilikləri, tapşırığın düzgün icra edə bilmədiyi üçün o mövzu arasında itib qalıb. Əlbəttə ki, qalar, plansız iş görüb ona görə. Nəticə etibarilə prosesi davam etdirə bilmir. Verilmiş situasiya ilə bağlı şagirdin buraxdığı səhvi müəyyən et. Yəni şagird harada səhv eləyib ki, yəni nəticə belə olub. Baxın, bizdən nəyi soruşur? Yəni şagird harda səhvə yol verib ki, başına da bu hadisə gəlib də. Yəni çünki deyir axı itib qalıb mövzular arasında. Deyir ki, şagird tapşırığın sonunda nəticələrini dəyərləndirməli və fəaliyyət haqqında tənqidi düşüncə irəli sürməlidir. Ümumiyyətlə, burada tapşırığın sonu bizə lazım deyil. Bu uşaq dərsin tapşırığın əvvəlində, bax, əvvəlində, prosesin sonunda yox, əvvəlində işini düzgün qurmalıydı ki, sonda da bu vəziyyət yaranmasın. Yəni, burada son deyir, nəticədən danışır. Heç bu uşaq nəticə də əldə eləyə bilməyib də, aydındır. Bu səhv variantdır. Keçid eləyək B variantına. Araşdırma mərhələsində qarşıya çıxan problemləri operativ şəkildə düzəlişlər etməlidir. Xeyr, bax, problemin kökünə gedin, dəyərli yoldaşlar. Situativ suallarda problemin dibinə enin, dərinliyinə enin ki, problem nədir? Problem odur ki, uşaq tapşırığa başlamayanda plan qurmayıb, vaxtı idarə eləməyib. Yəni, bir sınıf bu uşaq plansız addım atıb da, düzdürmü? İndi burada deyir ki, araşdırma mərhələsində qarşıya çıxan problemləri həll eləməlidir. Araşdırma mərhələsində. Bu, mərhələdən əvvəl olmalıydı. Ona görə bu da səhvdir. Tapşırığın icrasından sonra öyrənmə prosesini izləməlidir. Heç bu uşaq sona gəlib çatmayıb, baxı, sonra onu izləsin də. Aydındır, görürsünüz necə qarma qarışıqdır. Öyrənmədən əvvəl, bax, görürsünüz, sambalı sual gəldi, cavab gəldi. Edəcəyi üsulları, resursları, hədəfləri qabaqcadan müəyyən etməlidir. Bəli, qutarda getdi, cavabımız olur, D variantı. 11-ci suala keçid edirəm, dəyərli yoldaşlar, vaxt itirmədən baxırıq. 11-ci sualımızda cavab B çıxıb, layihə əsaslı öyrənmə. Niyə? Suala baxaq. Müəllim qidalanmanın insan həyatındakı əhəmiyyəti ilə bağlı sinifə gətirdiyi şəkillərdən bəzilərini şagirdlərlə bölüşür. Müəllim sinifə gətirib şəkil, məsəl üçün, müəllim qidalanmanın insan həyatındakı əhəmiyyəti. Yəni, qidalanma ilə bağlı, düzgün qidalanıb sağlam qalmaqla bağlı, düşünün ki, biologiya dərsidir. Müəllim şəkil gətirib uşaqlara göstərir. Müəllim şagirdlərə, mən istəyirəm ki,
hamınız qidalanmanın əhəmiyyətini cəmiyyətə izah edəcək bir plan, tədbir planlaşdırın. Şagirdlər əvvəlcə mövzu ilə bağlı məlumatı toplayır, sonra hazırlıqlarını yazılı formada müəllimə təqdim edirlər. Baxın dəyərli yoldaşlar, burada sonda nə var? Sonda bir nəticə var, düzdürmü? Nəticə, məhsul var da, düzdürmü? Sən o məhsulu sonda, yəni burada layihədir də, bu layihəni yerinə yetirməlisən. Yəni burada artıq layihə deyir bizə. Sonda da nəticələri elan eləyirsənsə, layihə əsaslı öyrənmədir. Məlumatınız olsun, D variantıdır. Keçid eləyirik 12-ci sualımıza. Bəli, müəllimlər, 12-ci sualımız da belə çox uzun sualdır. Bəli, uzundur və imtahana düşən suallar tipi nümunəsidir. Baxırıq, deyir ki, nə deyir? Pedaqoji fəaliyyətə yeni başlayan Şəbnəm müəllim. Şəbnəm müəllim işə təzə başlayıb. Düşünün ki, fənnini sevir, bu peşəyə böyük həvəslə maraq göstərir. Nəsə, bu hissəsi bizə lazım deyil. Çox gözəl, sevir, maraqlı müəllimdir, aktiv müəllimdir. Lakin o sinifdə qarşılıqlı fəaliyyətlər təşkil etdiyi zaman nə baş verir? Bir xaos yaranır da sinifdə, düzdürmü? Yəni uşaqlar arasında bir xaotik vəziyyət yaranır. Nəticədə şagirdlərin sakitliyini təmin edə bilmir. Baxın, dəyərli müəllimlər, gəlin situasiya bir də nəzərə yetirək. Şəbnəm müəllim işə təzə başlayıb, qarşılıqlı öyrənməyə şərait yaratması üçün qrup işi keçirir. Amma məsəl üçün, tutaq ki, belə deyək də, amma uşaqlar arasında xaos yaranır, səs-küy yaranır və nəticədə sakitliyi edə bilmir və sinifin effektiv idarə edilməsi çətinləşir. Narahatlıqlar artdıqca müəllim dərs zamanı məyus olur, yəni həvəsdən düşür, uşaqları sakitləşdirə bilmir və problem ancaq bundan ibarətdir. İndi deyir ki, müəllim hansı addımı atsa, bu məsələni düzəldə bilər də, yəni çıxış yolu ola bilər. Bir də deyir ki, müəllim sinif idarə etmə bacarıqlarını daha da təkmilləşdirmək üçün həmkarları ilə peşəkar əməkdaşlıq edə bilər. Bəli, əgər təzə müəllimdirsə, bəli, gedib iş yoldaşlarından yeni yollar öyrənə bilər. Köhnə müəllim olsa bunu düz götürə bilmər ya, köhnə müəllimin metodu olmalıdır. Bir düzdür, biri götürəcəyik. Müəllim sinifdə daha çox mənfi davranışları sərgiləyən uşağa qarşı cəza getdi. Vəbşi cəza ümumiyyətlə, bu ümumiyyətlə düz deyildi. Şagirdlərin diqqətini aktiv cəlb etmək üçün onları öyrənmədə maraqlandıran müxtəlif interaktiv diqqətə yönələn təlim strategiyaları. Bəli, dəyərli yoldaşlar, düzdür. Çünki uşağın diqqətini dərsə cəlb eləmək üçün maraqlı, məsəl üçün interaktiv nədir? Qarşılıqlı öyrənməyə şərait yaradan üsul seçə bilərsən, onların diqqətini təmin edə bilərsən ki, xaos dağılsın da. Bu da düzdür. 100% var. Daha sonra deyir ki, müəllim tədris ilinin əvvəlində davranış pozuntusu edən şagirdlər üçün cəza. Həmin an cəza eləmək olmaz axı, sən bu sinifə təzə gəlmisən birincisi. Həmin an cəza eləsən uşaqların gözündə yaxşı görsənməyəsən də. Yəni cəza çıxış yolu deyil ümumiyyətlə, səhvdir bu. Müəllim şagirdləri öz davranışlarının nəticələrini başa düşmələrini təmin etmək üçün bəli, nizam-intizam yaradır. Bəli, doğrudur. Cavabımız olur 1, 3 və 5. Dəyərli müəllimlər, keçid edirəm 13-cü sualımıza vaxt itirmədən. Deyir, hansı üsula aid fikir yoxdur? Bax, bayaqlarımda belə bir sual var idi və mən özüm bilərək bu tipli suallar salmışam ki, həqiqətən miqdə belə suallar olub. Deyir, köhnə biliklərlə yeni bilik arasında əlaqə qurmaq. Biz bilirik ki, köhnə biliklə yeni bilik arasında əlaqə qurmaq ümumiyyətlə bir çox üsullarda var. Amma burada bu vədən sonra məsələni ayırd eləmək olar. Konsepsiyanı anlamaq, digər konsepsiyalarla fərqləndirmək. Yəni, bir anlayışı, bir sözü digər sözlə əlaqələndirmək Freyer modelidir. Bu getdi. Sonra deyir ki, şagirdlərin bildikləri arasında nə dərəcədə düzgün əlaqə yaradıb bilib-bilmədiyini yoxlamaq anlayışının çıxarılmasıdır. Bu da getdi. Şagirdlərə əşya, hadisə deyir, bunu tapmamaq mümkün deyil və anlayışları müqayisə etməyi. İki şeyin oxşar və fərqli Venn diaqramıdır. Bu da getdi. Yəni, bunu silim.
Venn diaqramı getdi. Şagirdlərdə qısa şəkildə mövzunun əsas ideyasını ifadə etmək. Bəli, sinif Venn-də demişdi ki, mətin verilirdi. Uşaq mətni oxumalıdır. O mətni qısa-qısa sözlərlə ideyasını başa salmalıdır. Ona görə də burada sinektikiyə aid fikir yoxdur. Ona görə cavabımız olur A variantı. 14-cü suala baxırıq. Deyir, şagird yoldaşının qələmini icazəsiz götürdüyünü görür. O hadisəyə anidən qışqırıb reaksiya vermək yerinə yoldaşına yaxınlaşıb. Niyə belə elədin? Məndən icazə istəsəydin verərdim deyər. Bəzi müdavimlər ola bilər ki, bunu özünü idarə etmə götürüblər. Xeyr, özünü idarə etmə deyil. Niyə? Burada cavabımız münasibətlərin idarə edilməsidir. Çünki bax, o necə olsaydı, əgər olsaydı ki, uşaq məsəl üçün qışqırır, özündən çıxır, gedir o uşaqla dalaşır ki, sən niyə mənim qələmimi götürmüsən, məsəl üçün. Hə, özün idarə eləyə bilməsəydi, öz hisslərini cilovlaya bilməsəydi, özünü idarə etmə götürə bilərdik. Amma burada, bax, o neyinir? Əsəbləşmək yerinə, qəzəblənmək yerinə neyinir? Yavaş ona yaxınlaşır, deyir, niyə belə elədin? Kaş məndən icazə eləsəydin, verərdim də bunu sənə. Uşaq aradakı münasibəti qoruyur. Münasibətlərin qorunmasıdır. 15-ci sualımıza baxırıq. Deyir, hansı fikir Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsi ilə bağlıdır? Bağlı yanlışdır. Üzr istəyirəm, bizdən yanlışı istəyəcək. Diqqətli olaq müəllimlər, yanlışı istəyir. Cavab burada B-dir. Niyə? Çünki deyir ki, şagirdlərə dərsin əvvəlki təlimdə qazanılmış bilik bacarıqlarını stimullaşdırdıqdan sonra bilik bacarıqlarının tətbiqini təmin etmək. Yox. Bax, biz demişdik ki, əvvəlki təlimdə qazanılmış, köhnə təlimdə qazanılmış, məsəl üçün, öyrənməyin şərtləri Gagne'də ardıcıllıq var. O deyir ki, insanın öyrənməsi 9 mərhələdən keçir. Birinci, motivasiya yaratmalısan, qoyduğun nəticəni elan eləməlisən, nə bilim, üçüncü, uşaqların köhnə dərslə yeni dərs arasında əlaqəni yaratmalısan, ondan sonra yeni mövzuya keçməlisən, sonra tətbiq eləməlisən öyrətdiyin şeyləri. Bu səhvdir. Stimullaşdırdıqdan sonra uşaqlara mövzunu elan eləmək gəlir. Buna görə cavabımız B variantıdır. Digər variantları da təhlil edə istəyirsinizsə, çox sadədir. Yəni, təlim prosesində dediyimiz kimi 9 addımdan ibarətdir. Şagirdlərin öyrənməsini təmin etmək üçün qabaqcadan rubrik vermək lazımdır. Bəli, informasiyanı möhkəmləndirmək, bacarığa çevirmək üçün bir qədər yaradıcı, yəni tətbiqi, evdə özünün görəcəyi bir işlər vermək lazımdır. Doğru cavabımız C variantıdır. Keçid edirəm 16-cı sualımızın izahına. Deyir, müəllimin yanlışa yol verdiyi addımı müəyyən elə. Çətin sual deyildi bu. Asaddır. Deyir, yanlışı tapacağıq biz. Aydındır, yanlışı. Müəllim müxtəlif səviyyəli şagirdləri cütlərə və kiçik qruplara bölür. Aha, çox gözəl. Yəni, burada müxtəlif səviyyəli uşaqları varsa, onları fərqli qruplara bölür də. Çox bacarıqlı şagirdlərdən tapşırıqları yoldaşlarına izah etmələrini, yəni deyir ki, çox bacarıqlı uşağa xahiş edir ki, izah elə, yoldaşlarına da izah elə də, nəyi öyrənmirsən, onlara da izah elə. Həqiqətən bu proses əməkdaşlığa şərait yaradır. Ona görə A-mız doğrudur. Yanlış görmürəm mən burada. Burada deyir ki, müəllim şagirdlərin səhvlərinə görə onları danlamaq əvəzinə hələ tam alınmır. Bəli, burada da məsəl üçün Karl Dweck nəzəriyyəsini görə bilərik. Riski nəzərə almaq, düzgün tərifləmək, onun işinə rəy vermək. Yəni deyir, hələ ki alınmır da, səndə məşq eləsən alınacaq. Bəli, bu da doğrudur. Səhv kimi götürmürük. Müəllim mövzunu əvvəlcə gündəlik həyatda konkret nümunələr üzərində müzakirə edir. Bəli, nə var ki burada yanlış? Gündəlik həyatda olan mövzular nümunə üzərində yeni dərsi izah edir. Ola bilər ki, dərsimiz gündəlik həyatda baş verən bir hadisələrlə bağlıdır. Bu da doğrudur, səhv deyil. Müəllim tapşırıqları şagirdlərin mövcud bacarıq səviyyəsindən bir qədər çətin seçir. Çətinlik yaşadıkları anda ipucu və yönləndirici suallar verir. Aha, sonra bu dəstəyi tədricən azaldır ki, uşaq özü müstəqil eləsin. Burada da scaffolding görə bilərik, Vygotsky nəzəriyyəsi. Görürsünüz, nəzəriyyələr sualların içərisində var, xəbəriniz olsun, qaydaların içərisində deyil də belə situasiyalardadır. Bax, D variantında
Deyir bir qədər çətin seviyyə çətinlik yaşadıkları anda ipucu yönləndirir, suallar verir. Biz bunu keçə bilərik. Lev Vygotsky nəzəriyyəsinə aid. Doğrudur bu da. Yanlış burada variantıdır ki, müəllim zəif şagirdlərin özünə inamı sarsılmasın deyə onlara həmişə asan və tez həll olunan, yəni zəif uşaqlara ancaq tez, asan tipli versən, bəs bu uşaq nə zaman inkişaf eləyəcək? Ona görə yanlış cavabımız variantıdır. 17-ci suala baxırıq. 17-ci sualda nə deyir? Deyir, riyaziyyat dərsində şagirdlər yeni mövzu üzrə çətin bir məsələ üzərində həll eləyirlər, iş görürlər, çətin bir məsələ həll eləyirlər, düzdürmü? Qruplardan birində şagirdlər ardıcıl səhvlər etdikləri üçün məyus olur. Yəni ardıcıl səhvləri çox olduğuna görə uşaq pis olur. Alınmır deyərək, sanki məsəl üçün qapalı düşüncə var idi, məndə alınmır, bacarmıram deyən uşaqlar var idi ya. Və uşaq o səviyyə gəlir ki, yəni mən yarımçıq qoymaq istəyirəm də, məsəl üçün və ruh düşkünlüyü qrupunu digər üzvlərinə də yayılır. Müəllimin deyir, bu vəziyyətdə şagirdlərdə düzgün yanaşmasını formalaşdırmaq üçün hansı addım atmalı? Yəni müəllim hansı addım atsın ki, həm bu uşağın ruh düşkünlüyü azalmasın, həm də yəni qrup vəziyyəti düzəltsin də. Bəli, cavabımız 17-də C variantıdır. Niyə? Çünki C variantı ona görədir ki, şagirdlərə səhvlərini inkişaf üçün bir imkan olduğunu, bəli, biz demişdik, Karl Dweck nəzəriyyəsində uşağa demək lazımdır ki, yəni sən bu gün səhv eləmisənsə, o sənin öyrənməyin üçün çox faydalıdır da. Yəni ona görə cavab C variantı olur. 18-ci suala baxaq. 18-ci sualda deyir, hansı fikir yanlışdır? Yanlış olanı istəyir bizdən. Müəllim formativ qiymətləndirmə zamanı hələ sözündən istifadə edirsə, nəyi yanlışdır ki? Doğrudur da, müəllimlər. Hələ sözündən istifadə etmək formativ qiymətləndirmədə. Burada səhv heç nə görmürəm. Şagird yeni tapşırığı yalnız öz bacardığı qədər yerinə yetirməli. Bəli, yeni tapşırığı öz bacarığı nədirsə ona uyğun. Dəqiqə, bu niyə belə oldu? Ona uyğun etməlidir müəllimlər, ona uyğun eləməlidir. Bu da doğrudur. Müəllim tapşırıqları təqdim edərkən onların ardıcıllığını belə deyək də, üzr istəyirəm müəllimlər. Baxın, burada bəzi məqamı qaçırdıq. Hansı fikir yanlışdır? Diqqətdən yayınıb. Baxın, B variantı səhvdir, dəyərli yoldaşlar. Niyə? Çünki şagird yeni tapşırığı yalnız öz bacardığı qədər yerinə yetirməlidir. Müəllim bu məqamda ona istiqamət verməməlidir. Yox, müəllim istiqamət verməlidir əslində. Ona görə B səhvdir. Bəli, B variantı səhvdir. Digər variantlara da baxaq. Müəllim tapşırıqları təqdim edərkən onları ardıcıllığını sadədən mürəkkəbə doğru, bəli, düzməlidir. Bəli, tapşırığı sadədən mürəkkəbə doğru aparmaq lazımdır. Müəllim dərsin məzmununu şagirdlərin yaşını nəzərə alaraq qura biləcəyi səviyyədə. Burada da səhv heç nə yoxdur. Çünki şagirdlərin yaşını nəzərə almağı nəyi səhvdir ki? E-yə baxırıq. Müəllim dərs ilin əvvəlində şagirdlərin düşünmə və öyrənmə xüsusiyyətlərini daha yaxşı tanımaq məqsədi ilə anket sorğu keçirə bilər. Bəli, uşaqları tanımaq üçün anonim sorğu, anket sorğu keçirə bilər. Yanlış ilə B variantı oldu. 19-cu suala baxırıq. 19-cu sualda maşallah uzun sualdır. Deyir ki, müəllim sinifdə qrup işi təşkil edir, düzdürmü? Şagirdlərdən biri qrupun digər üzvlərlə effektiv işləməkdə çətinlik çəkir. Uşaq qrupda işləməkdə, yəni qrup daxilində çətinlik çəkir, aydındır. Və öz fikrini hətta ifadə eləməkdə çətinlik çəkir. O da var, yəni uşaq qrupla işləyə bilmir. Problemimiz budur. Gəlin buradan yola çıxaq. Plus da öz fikrini ifadə eləyə bilmir. Deyir ki, müəllim müşahidə edir ki, şagirdin çətinlikləri hətta qrupun işinə
töhfə verməsinə, fikir bildirə bilmir axı uşaq, fikrini ifadə eləməkdə çətinlik çəkir. Yəni bunu da ləngidir, məhdudlaşdırır. İndi müəllim hansı addımı deyir, atmalıdır. Gəlin bir-bir variantları gözdən keçirək. Deyir ki, müəllim qrup işini dayandırmalıdır. Yox, niyə dayandırır ki? Ümumiyyətlə yadınızda saxlayın ki, dərs prosesində və ya iş gedə-gedə işi dayandırmaq olmaz. Nəsə müdaxilə eləməlisən. Bax, amma işi dayandırmaq düzgün deyil. A səhv, düzdürmü? Müəllim şagirdlə qrup işindəki rolunu dəyişdirmədən əvvəlki kimi davam etdirməyə tövsiyə etməlidir. Yəni, rolunu dəyişdirmədən elə əvvəlki metod necədirsə onunla da getməlidir. Əvvəlki metod işə yaramayıb da uşaq öz fikrini ifadə edə bilmir. Bu da səhvdir. Sonra C-də deyir ki, müəllim qrup işini müşahidə etmədən şagirdlərin özləri arasında münasibəti tənzimləməlidir. Yəni, sanki mən müdaxilə eləməli deyiləm. Elə bir uşaqların üstünə həvalə eləyirəm, atıram ki, gedin özünüz eləyin. Nə qədər yanlışdır. Müəllim müdaxilə eləməlidir. Bu da səhvdir. Daha doğrusu C variantı da səhv cavabdır. D-də deyir ki, müəllim şagirdlərin hamısını eyni qaydada qrup işinə cəlb etməyə çalışmalıdır. Fərdi yanaşma xeyr, belə burada fərdi yanaşma pozulur. Hamısını qrup işinə cəlb etmək olmaz. Səhv variantdır. Daha sonra deyir ki, belə deyək. Deyir ki, müəllim həmin şagirdə qrup işində rol verərək onun iştirakını, baxın, ən gözəl cavab budur. Onun iştirakını asanlaşdırmalıdır. Uşağın işini ona uyğun rol verməlidir. Qrup işi zamanı ona uyğun tapşırıq verməlidir. Fikirlərini ifadə etməkdə kömək eləməlidir. Sual verməlidir. Hətta digər qrup üzvlərinin onun fikirlərinə münasibət, fikir bildirməsinə şərait yaratmalıdır. Bəli, ən gözəl cavabımız Y variantıdır. Görürsünüz, həmişə bu tipli sualları işləyəndə ən doğru cavab nədirsə onu tapmaq lazımdır. Və 20-ci sualımız deyir ki, sonuncu. Hansı fəaliyyət scaffoldingdir? Scaffolding nədir? Müvəqqəti. Dəstək deməkdir. Yazarsınız. Aha, müvəqqəti dəstək deməkdir. Elə o da cavabımız A variantı olur ki, uşağın deyir öyrənmə üçün şagirdin sinif yoldaşı ilə, yəni onunla əlaqə yaratmasına şərait yaratmaq lazımdır. Bəli. Çünki burada bir-birinə dəstək olmaq var da. Həmçinin scaffolding nəzəriyyəsi hansı nəzəriyyədə var idi? Sosial inkişaf nəzəriyyəsində. O nəzəriyyə nə deyirdi bizə? Deyirdi ki, uşaqlar bir-biri ilə sosiallaşaraq öyrənsinlər. A, düzdür. Amma gəlin digər variantları gözdən keçirək. Şagirdin bütün suallarını müəllim tərəfindən xeyr. Uşağın bütün suallarını müəllim cavablandırsa, uşağın özünün araşdırması olmayacaq. Bu səhvdir. B-də deyir ki, müəllimin mövzu ilə əlaqədar əsas məqamları müəyyənləşdirərək, yəni mövzu ilə bağlı əsas məqamı müəyyənləşdirmək, yəni bu düzgün deyil də, bir növ uşağın sərbəst işləməsini qıtlaşdırırsan, hər şey sanki özün eləyirmiş kimi. Bu da səhvdir. Sonra deyir ki, problemin həlli yollarının tək başına tapılmasına, tək başına yox, qrup şəklində olmalıdır problem həll etmə. E-də deyir ki, problemin həlli yollarının müəyyənləşdirilməsi zamanı müəllimin qərarlarının əsas götürülməsi. Axı biz dedik, yalnız müəllimin yox, şagirdin də yəni qərarları ön planda olmalıdır. Onlar da həll yolları irəli sürə bilər. Elə doğru cavabımız, yəni aid olan cavabımız A variantıdır. Sağ olun dəyərli müəllimlər, görüşmək ümidi ilə.